Salam. Bu videoda fi eyler funksiyasını tətbiq edərək sadə ədədlərin sonsuz sayda olmasının isbatını verəcəm. Başqa iki isbat vermişdim. Bir Fermat ədədlərinin köməyi ilə, bir də Fibonacci ədədlərinin köməyi ilə sadə ədədlərin sonsuz sayda olmasının isbatı. Bu da maraqlı bir isbatdır. Bu isbatı verəcəm. Deməli, Evklidin teoremi belədir ki, 2 dəfə Evklid isbat edib, onu demişdik. Sadə ədədlər sonsuz saydadır. Təbii çox isbatları var bunun və bu çox maraqlı da isbatları var. Deməli, sadə ədədlər sonsuz saydadır. Sadə ədədlər sonsuz saydadır. İsbatı əksini fərz edəcəm. Əksini fərz edək. Fərz eləyək ki, sadə ədədlər sonlu saydadır və məsələn K sayda olsun, bilmirik. P1, P2, P3 və s. PK. K sayda sadə ədəd olsun. P1 2'dir. P2 3'dür, P3 5'dir və s. İndi bir n ədədinə baxaq. Belə bir ədədə baxaq. Bu sadədən hamısını vururam. PK. İndi bu n ədədi birdən böyük bir ədəddir. Bu n ədədi sadəcə 1 ilə qarşı sadədir. Yəni fi n'ə baxsaq, bu fi n 1 olmalıdır. Niyə? Biz ixtiyari bir m natural ədədi götürək. Birdən böyük. M natural ədəddir və birdən böyükdür. Bu m natural ədədinin heç olmasa bir sadə böləni var. Və sadə ədədlər sadəcə P1, P2, P3, PK olduğuna görə deyək ki, bunun sadə böləni Pi idi. Məsələn. Təbii ki, bu Pi həm də n'in sadə bölənidir. Çünki Pi vuruğu var burada. Demək ki, m ilə n qarşı sadə deyil. Deməli, birdən böyük istənilən bir natural ədəd n ilə qarşı sadə olmur. Ortaq sadə bölən var. Demək ki, fi n 1'dir o zaman. N'dən kiçik, n ilə qarşı sadədir. Yəni, n sadəcə 1 ilə qarşı sadədir. Fi n 1 olur. Amma fi n 1'dirsə, bilirik ki, Euler funksiyası fi n 1'dirsə, n bərabərdir, ya 1 olur, ya da 2 olur. Ya da n2 olur. Bu isə mümkün deyil. Çünki bu ədəd çox böyük ədəddir. Bu P1 2'dir, P2 3'dür. Bu 1 və 2 deyil. Ziddiyyət. Demək ki, sadə ədədlər sonlu sayda olanmaz, sonsuz sayda olmalıdır. Və yaxud da belə də deyə bilərdik. Fi multiplikativ funksiyadır. Fi n bərabərdir. Fi P1, fi P2, fi P3 və s. Fi PK bərabərdir 1. P1 2'dir. Bu 1 olacaq. Yəni bu 2'dir, bu 3'dür, bu 5'dir və s. belə gedir. Bu 1 olur, bu 2 olur, bu 4 olur və s. Bu hasil təbii ki 1 deyil. Yəni ziddiyyət. Deməli, sadə ədədlərin sonlu sayda olması fikri yanlışdır. Sadə ədədlər sonsuz sayda olmalıdır. Əslində bu isbatda heç Euler funksiyasına istifadə etmədən də demək olar. Bu n ədədinin yalnız 1 ilə qarşı sadə olması yanlış bir şeydir. Yəni, elə bir natural ədəd yoxdur ki, o sadəcə 1 ilə qarşı sadə olsun. Yəni, ixtiyari bir natural ədədin sadəcə 1 ilə qarşı sadə olması yanlışdır. Çünki bu n natural ədədi n plus 1 ilə qarşı sadədir. Yəni, sadəcə 1 ilə, bu n ədədinin sadəcə 1 ilə qarşı sadə olması yanlışdır əslində. Növbəti videoda görüşərik. Sağ olun.